Salam değerli izleyiciler. Bugün size OTK'nın qrammatik testlərini izah edirəm. 2 leksik, 1 qrammatik şəkilçisi var. Sonra uyğunluğu istəyir. 2 leksik, 1 qrammatik şəkilçisi var. 2 1 leksik, 1 qrammatik şəkilçisi var. 3 yalnız 1 leksik şəkilçisi var. Qrammatik şəkilçisi yoxdur. Baxırıq variantlara. Qırmaqdan qırıntı və lar. Intı leksik, lar qrammatikdir. Deməli, A düşür. 1 leksik 1 qrammatika 2 aya düşür. Sonra B göndər göndərt. Göndər sözünün köküdür. D t leksikdir. Deməli burada 1 leksik şəkilçi var. 3-ə düşür. 3B üz ləş ləş leksikdir. Mək qrammatikdir. Düşür 1 leksik 1 qrammatika 2C-yə. Sərgidəkilər dakı leksik. Yox, sərgi gi leksik, dakı leksik, lər də qrammatik. Deməli 2 leksik 2 qrammatika düşdü. Bu da 2 leksik 1 D döşə döşək ək leksik çə leksikdən də qrammatik düşür. 2 leksik 1 qrammatik 1 Y-yə düşür. Cavabımız B variantı. Sonra keçirik növbəti cədvələ uyğun nümunələri müəyyən edin. Cədvələ uyğun. Burada 15-ci düzəltmə sayı bu tərəfdədir. 15-ci mürəkkəbdir götürmürük. İnci olsa belə 2 söz varsa mürəkkəbdir. 2, 5-ci, bəli bunu götürürük. 5-cini götürür düzəltmədir. Xeyli sadədir. Bir sıra, bir çox sözlərdən sonra gələn isimlər cəmdə işlənir. 4-ü götürürük. Sonra 5, 10-cu sinif, 10-cu sinifləri yenə cəm qəbul etdiyi üçün 5-i də götürürük. Deməli cavabımız 2, 4, 5. Sonra keçirik növbəti testə. Azadlıq uğrunda döyüşərkən nə Boran, nə də Qar onların möhkəm iradəsini sarsıda bildi. Cümləsindəki fe'llərin hər ikisi hərəkətin icra təsdiqini bildirin. Döyüşərkən, bəli, elə icrada təsdiq bildirir. Amma inkar şəkilçisi yoxdur. Sarsıda bildi. Yenə bildi, sarsıda bilmək. Bilmədi olsaydı inkar olardı. Elə cavabımız A variantıdır burada. İkinci hissəsinin xüsusiyyətini daşıyır. Digərlərinə baxmayaq. O birincisi döyüşərkən ikinci hissəsinin xüsusiyyətini daşıyır, amma sarsıda bildi yox. Üçüncü şəxsdə ancaq şəxs üzrə dəyişirsə, sarsıda bildi dəyişir. Fe'lin təsvirlənməyən formaları dəyişə bilmir. Digər testə baxırıq. Yazışı doğru olan söz müəyyən edin. Güllə, baran düz yazılıb. Firuzə olmalı. Firuzə yox, bu səhvdir. 2 səhvdir. Sonra mündərəcat yox, mündəricat olmalıdır. 3 səhvdir. Pəstən düzdür. Bürlur düzdür. Deməli cavabımız oldu 1, 4, 5. E variantı. Keçirik növbəti testlərə. Qeyri-mənəvazi işləmiş cümlələri, nümunələri müəyyən edin. Dünən gələn qonağın heç kim olduğunu, heç belə olmalıdır. Uşaqlar səhv salıb heç kimi bir yerdə götürürlər. Heç kim olduğunu bildinizmi? Ayrı-ayrılıqda. Heç ayrı, kim ayrı işlənir. Deməli 1 olmaz. 2-yə baxırıq. İkinci suala. İşlərin qaydasında getmədiyi indiki vaxtda nə isə bilmək çətindir. Nə isə burada qeyri-müəyyən əvəzlikdir. Sonra 3-ə baxırıq. Səndən doymaq olarmı həyat? Sən nə şirinsən? Ancaq hamının deyil, sən həyatın qədrini. Hamı burada qeyri-müəyyən əvəzlikdir. 2, 3, sonra. Dünən düz sandığımı bugün ayrı sanıram. Bəzən əvəzlik deyil. Sonra özü təyin əvəzlikdir. Özümdən özüm uğurlanıram. Təyin əvəzlikli yoxdur. Birisi burada çıxıb demədi ki, yeni qaydaları biz yazmışıq. Birisi burada qeyri-müəyyən əvəzlikdir. Deməli cavabımız oldu 5A. Keçirik növbəti testə. Zərf işləmiş cümlə. Musa sinif yoldaşlarına yenə də Şuşanın gözəl təbiəti haqqında danışırdı. Yenə burada zərfdir. Götürür biri. Sonra. Prezidentin hərbi paradakı cəsarətli çıxışı. Cəsarətli burada ismi izah elədiyi üçün zərf deyil. 3-ə baxırıq. Azərbaycan məktəbliləri yarışda bütün həmyaşıdlarından irəlidə idi. İrəlidə burada yer zərf edilir və 1-3-ü götürürük. İndi bu tərəf baxırıq. Zərf işləmiş cümlə, işlənməmiş cümlə. 4-ə baxırıq. İşi çox olduğu üçün verilmiş son tapşırığı tamamilə sözü burada zərfdir. Deməli 4-ü götürmürük. Sonra atamla qardaşım bayram günü birlikdə yenə zərfdir götürmürük. Zərf olmasın deyir. Yağış yağanda, uşaqlar yəqin yağış yağanda sözünü zərf götürüb. Anda fe'li bağlama şəkilçisidir. Ona görə cavabımız oldu 1, 3, 6, B variantı.
Keçirik növbəti tezə. Sifət işləmiş cümlələrini müəyyən edin. Mirzə gözlərini televizorun ekranına zilləsə də orada heç nə görmürdü. Elə hey başını yelləyirdi. Burada yoxdur. Düzgün deyilmiş sözü hamı qəbul edər. Düzgün deyilmiş. Düzgün burada feilin yanında olduğu üçün zərfdir. Deməli, B də olmur. Qızarmış meyvə feili sifətdir, olmur. Nəsillərdən nəsillərə keçən bir şöhrət. Keçən burada feil sifətli olmur. Bu cədvəl hamımıza uyğundur. Uyğun cədvəl. Baxın, uyğun cədvəl. İsmi izah elədi və sifətdir. Deməli, cavabımız burada E variantıdır. Sonra keçirik növbəti testə. 8. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Qayın sözü cümlədə ismin təsirlik halında işlənsə, qayın sözü xəbər ola bilməz. Əlbəttə, qayın sözü xəbər ola bilməz. Təsirlik hal şəklisi, ümumiyyətlə, təsirlik halda olan isimlər xəbər olmur. Bu öz yerində. Və qayın sözü ancaq mənsubiyyətdə kökdəki sayı düşür. Hal şəkilsi qəbul etdikdə düşmədiyi üçün elə birə baxın, hecaların sayı artar. Düzdür. Özündən sonra mənsubi şəkilli sözün olmasını tələb edər. Bu yiyəlik hala aiddir. Getdi. Mütləq qeyri-müəyyən halda olar. Xeyr, müəyyən halda da ola bilər. Müəyyən halda ola bilər. O təsirlik hal şəkilsi deyir axı. Bu da səhvdir. 3 səhvdir. 4. Mütləq düzəltmə söz olar. Xeyr, qayını sadə sözdür. Feillə bağlı olur. Əlbəttə, feillə bağlı olur. Çünki təsirlik halı söz təsirli feil tələb edir də demək olar. Ona görə 1-5 cavabımızdır. A variantı. A variantı. Keçirik növbəti testə. Nümunənin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarıma dən düşəndə, boğar aylar, illər məni, qınamasın ellər məni. Elə birbaşa varianta baxaq. Nümunənin yalnız leksik mənası olan sözlər işlənmişdir. Fəqət sözü burada köməkli hissəsi olduğu üçün elə cavabımız burada yanlış E variantıdır. Sonra keçirik son suala. Cədvəldəki doğru fikirləri müəyyən edin. Cədvəldəki doğru fikirləri müəyyən edin. Baxırıq. Nümunə yaşıl-yaşıl. İzah etdiyi isimlər əslən cəmdə işlənir. Bəli, yaşıl-yaşıl meşələr. 1 düzdür. Sonra 1 düzdür. Götürək 1-i. Çoxaltma dərəcəsində olan sifətdir. Xeyr, adi dərəcədir. Adi dərəcədir. Yaşıl-yaşıl meşələr. Adi dərəcədir. 7. Sonra 5-də 2. 5-də 2 mürəkkəbdir. Quruluşca mürəkkəbdir. Və miqdar sayıdır. Bəli, miqdar sayıları özü 3 yerə bölünür. Müəyyən miqdar sayıları, qeyri-müəyyən miqdar sayıları, bir də kəsr sayıları. Burada 5-də 2 də kəsr sayı olduğu üçün 3-ü də götürürük, 4-ü də götürürük. Sonra 1, 3, 4, 1-ə 10 tamamın hissəsini bildirir. Say deyil, say olmadığı üçün də götürmürük. Əşya deyil, hərəkətə aid deməli zərfdir. 1, 3, 4, 6 cavabımızdır.